Amerika ve İran arasında mümkün razılaşma ilə bağlı müzakirələr yeni mərhələyə daxil olub. Amerika prezidenti Donald Trump sosial şəbəkə hesabında paylaşdığı bəyanatda Tehranın yerinə yetirməli olduğu əsas şərtləri açıqlayıb. Trump qeyd edib ki, İran heç vaxt nüvə silahına sahib olmayacağını qəbul etməlidir. Onun sözlərinə görə Hörmüz boğazı dərhal açılmalı, hər iki istiqamətdə məhdudiyyətsiz gəmicilik təmin edilməli və heç bir rüsum tətbiq olunmamalıdır. Amerika prezidenti həmçinin bəyan edib ki, boğazda mövcud ola biləcək bütün dəniz minaları zərərsizləşdirilməli və ya məhv edilməlidir. O qeyd edib ki, Amerika qüvvələri artıq çoxsaylı minaları sıradan çıxarıb. Trumpın açıqladığı digər şərtə görə İranın zənginləşdirilmiş nüvə materialı Beynəlxalq Atom Enerjisi Agentliyinin iştirakı ilə Amerika və İran arasında koordinasiya şəraitində çıxarılaraq məhv edilməlidir. Trump əlavə edib ki, əlavə qərara qədər heç bir maliyyə vəsaiti köçürülməyəcək. Onun sözlərinə görə digər məsələlər üzrə artıq razılıq əldə olunub. Qeyd edək ki, Donald Trump İranla bağlı son qərar vermək üçün Ağ Evdə vəziyyət otağında görüş keçirir.